Franz Kafka, İmtahan. Mən qulluqçuyam, amma mənim üçün iş tapılmır. Çəkingənəm, özümü irəli verə bilmirəm. Heç başqaları ilə bir sıraya da soxulmuram. Amma bu mənim işsizliyimin yalnız bir səbəbidir. Ümumiyyətlə, bunu mənim işsizliyimə azacıq da olsa dəxli yoxdur. Bütün hallarda əsas məsələ odur ki, məni qulluğa çağırmırlar. Qulluqda durmağın məndən az istəmələrinə və ümumiyyətlə qulluğa çağırılmağa həvəs göstərməmələrinə baxmayaraq, başqalarını çağırırlar. Məndə isə bu həvəs bəzən çox güclü olur. Ona görə də taxta uzanıb tavanın dirəyinə baxıram, yuxulayıram, oyanıram və təzədən yuxulayıram. Hərdən qarşıdakı turş pivə verilən yeməkxanaya gedirəm. Hərdən əsəbləşib pivəni stəkandan yerə tökürəm, sonra yenisini alıb içirəm. Həmin yeməkxanada oturmağı xoşlayıram. Çünki bağlı pəncərəsindən heç kəsin gözünə sataşmadan binamızın pəncərələrinə baxa bilirəm. Bizim binadan çox az şey görünür. Çox güman ki, bu küçəyə baxan yalnız dəhlizlərin pəncərələridir. Ancaq bu dəhlizlər ağaların qaldığı otaqların dəhlizi deyil. Bəlkə səhv eləyirəm, amma bir dəfə başqa bir adam da, baxmayaraq ki, mən ondan heç nə xəbər almamışdım, bunu demişdi. Evin ümumi görünüşü də bunu sübut eləyirdi. Binamızın pəncərələri nadir hallarda açılırdı. Bunu da pəncərədən aşağı boylanmaq istəyən qulluqçular eləyirdilər. Deməli, elə dəhlizlərdir ki, onun küçəyə baxdığını heç kəs görmürdü. Bu dəhlizlərdə qulluqçuları yaxalaya bilməzdilər. Günlərin birində yeməkxanaya gələndə həmişəki yerimdə başqa bir müştərinin oturduğunu gördüm. Qorxumdan ona əməlli başlı baxmağa cürət eləmədim. Kim olduğu ilə maraqlanmadım və elə qapının ağzındaca qayıdıb getmək istədim. Amma o məni çağırdı. Demə, nə vaxtsa hardasa gördüyüm, ancaq söhbət eləmədiyim qulluqçulardan biriymiş. Niyə qaçırsan? Əyləş, iç, pulunu mən verəcəyəm, dedi. Yanında oturdum. Bir neçə sual verdi, amma cavab ala bilmədi. Çünki suallarını düzəməlli başa düşmürdüm. Ona görə də dedim. Yəqin məni dəvət elədiyin üçün peşmansan, elə isə mən gedim, deyib yerimdən qalxmaq istədim. Amma o masanın üzərindən əlini uzadıb məni yerimdə oturtdu. Qal, dedi. Bu yalnız imtahan idi. Kim ki bu sualların cavabını bilmir, imtahanı uğurla vermiş hesab olunur. NAR təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə hər zaman xüsusi önəm verib. Mobil operatorun dəstəyi ilə klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya klassiklərinin əsərlərindən ibarət ödənişsiz audio kitablar hazırlanır.